Salam əziz izləyicilər, köməkçi nitq ümumi məsələlər mövzusu ilə izahlarımıza davam eləyək. Birinci testdən başlayaq. Bizdə biri də deyir ki, nümunədə hansı köməkçi nitq işləndiyini müəyyənləşdirin. Baxırıq. Nə olar hər şeyi deyə bilmirəm. Deyəsən bunları həyat deyəcək. Deyəsən burada modal söz var. Ah, təki sən sağ ol, bu soyuq tale. Ah, burada nida var. Təki arzu ədatı var. Sən sağ ol, bu soyuq tale. Məndən istəsə bir can istəyəcək. Məndən istəsə bir can istəyəcək. Bu da ədatdır. Deməli, ardıcıllıq necə oldu? Ardıcıllıq oldu. Modal söz, nida, bir də ədat. Modal söz, nida, ədat. Cavabımız C variantı. Sadəcə ədatın 2 məna növü var. Sonra 2-də gəldik. Nümunədə hansı köməkçi nitq hissələrinin işləndiyini bizdən istəyir yenə. Nə bu dərd gərəkdir uşaqlar üçün, nə də aramızda bu narazılıq bir dərdin, kədərin özündən belə onlara səadət yaratmalıyıq. Baxaq yenə, nə bu dərd gərəkdir uşaqlar üçün, nə də burada sadalama var. Bəli, iştirak bağlayıcısıdır bu narazılıq. Biz dərdin, kədərin özündən belə bir onlara səadət yaratmalıyıq. Deməli, bağlayıcı var, sonra nə var burada? Gərəkdir uşaqlar üçün qoşma var, bağlayıcı var, qoşma var. Sonra deməli təkrar yenə bir dənə də bağlayıcını da götürə bilərik. Yəni 2 dənə bağlayıcı var. Deməli bir də biz dərdin, kədərin özündən belə onlara səadət yaratmalıyıq. Burada da ədat var. Deməli ikinci sualımızın cavabı olacaq B variantı. Bağlayıcı, qoşma, bağlayıcı və ədat. 3-də hansı cümlədə köməkçi nitq hissəsi işlənməmişdir deyir. Səndən doymaq olarmı? Bax burada sual ədatı var, birincidə var. Aha, sınayırdım idrakınızı. Burada aha, nida var. Boyun sürahidir, bədənin billur. C-də köməkçi nitq hissəsi yoxdur. Mən də sizin kimi burada də bağlayıcı var, kimi qoşma var. Ey vidadi, gərdişi dövrani, gəcraftarə. Bax burada da nida var. Ona görə 3-cü sualımızın cavabı oldu C variantı. 4-də deyir, nar hamı üçün faydalı meyvədir. Ha belə bəzi xəstəliklərin dərmanıdır. Cümləsində hansı köməkçi nitq hissələri işlənməmişdir? İşlənməyənlər istəyir bizə. Deməli, hamı üçün qoşma işlənib, B-ni çıxırıq, qoşma işlənib, sonra başqa nə var burada? Ha belə bağlayıcı işlənib, bağlayıcı işlənibsə C-ni də, D-ni də çıxırıq. Baxaq görək başqa nə var? Başqa heç nə yoxdur. Modal söz, ədat, nida işlənməyib. Deməli, sualımızın cavabı olacaq A variantı. 5-də deyir, kaş mən də sənin kimi sərbəst olaydım. Nümunəsində köməkçi nitq hissələrindən hansılar işlənməmişdir? Kaş arzu ədatı var, ədat işlənib. Deməli, bunları çıxırıq. Sənin kimi qoşma işlənib, qoşma olan variantı da çıxırıq. Sonra mən də, dadə bağlayıcı da işlənib. Deməli, bunu da çıxırıq. Cavabımız qalır. Modal söz və nida işlənməyib. 6-cı testdə hansı cümlədə həm ədat, həm də modal söz işlənmişdir? Həm ədat, həm modal söz işlənmişdir. Dağın ətəyindəki bina ehtimal ki, qədim məbədin qalıqlarıdır. Burada ehtimal ki, güman şübhə bildirən modal sözdür. Burada ədat işlənməyib. Atalar demişdi ki, acıqlı başda ağıl olmaz ki, burada bağlayıcıdır. Deməli, ədat işlənməyib, ədatla modal söz istəyir bizdən. Nəhayət qatar vağzala çatdı. Nəhayət burada modal sözdür. Deyəsən bu işin öhdəsindən ancaq sən gələ bilərsən. Deyəsən güman şübhə bildirən modal sözdür, ancaq da ədatdır. Bizim elə şərtimizi ödəyir D variantı. Kaş sizin dedikləriniz həqiqətə çevrilə. Burada kaş yalnız ədat işlənib, digərləri işlənməyib. 7-ci testlə davam eləyək. 7-də bizə deyir ki, hansı cümlədə həm ədat, həm də modal söz işlənmişdir? Həm ədat, həm modal söz. Saat 1-də biz də toplanışda olmalıyıqmı? Deməli, burada modal söz yoxdur, bir dənə ədat var. Ona görə bir də bağlayıcı var. Ədat və bağlayıcı var. Modal söz olmadığına görə bizdən həm modal, həm də ədat istəyir. Uşaqlar bəlkə bu məsələyə daha qayıtmayaq. Burada bəlkə yalnız modal söz var, ədat yoxdur. Hə, yox, var. Burada bir də nə deməli, bəlkə modal sözümüz var, daha da ədatımız var, qüvvətləndirici ədat. Elə 7-ci sualda cavab B-dir. Zaman dəyişir, hər şey inkişafdadır, həmçinin insan zəkası da burada həmçinin də eyni zamanda də bağlayıcıdır. Gərək bu işi ustalara tapşıraq, gərək burada arzu ədatıdır, başqa heç nə işlənməyib. Deyəsən bizi də gözləyirlər, deyəsən modal sözdür, bizi də bağlayıcıdır. Ona görə cavabımız oldu B variantı. 8-də deyir, hansı cümlədə 3 köməkçi nitq hissəsi işlədilmişdir? Demək olar ki, hamı bura yığışmışdı. Burada bir dənə köməkçi nitq hissəsi var. Axı mən nə etmişəm ki? Burada deməli, axı var, qüvvətləndirici ədat var ki, sual ədatı var. Ay bala, məgər sən də uşaqsan? Ay bala, ay nidadır, məgər ədatdır, sən də bağlayıcı. Deməli, C bəndində 3 dənə köməkçi nitq hissəmiz var. Sonra, məgər Mehdi də dərsdən gəldi, məgər sual ədatıdır, dadə bağlayıcıdır, burada ikisi işlənib. Stolun üstündəkilər də məncə zaurundur. Burada bu də bağlayıcıdır, məncə də modal sözdür, ikisi işlənib.
8-ci sualımızın cavabı oldu C variantı. 9-cu testimizlə davam eləyək. Nümunədə deyir, hansı köməkçi nitq hissələri işlənmişdir? Könlüm keçir Qarabağdan, gah budaqdan, gah odaqdan. Axşamüstü qoy uzaqdan, havalansın xanın səsi, Qarabağın şikəstəsi. Deməli, köməkçi nitq hissələrini istəyir. Gah budaqdan, gah odaqdan. Burada bağlayıcı işlənib, qoy ədat işlənib, havalansın xanın səsi. Bağlayıcı və ədat. Sualımızın cavabı olacaq E variantı. Nümunədə əsas nitq hissələrinə aid olmayan sözlərin işlənmə ardıcıllığını bizdən istəyir. Firəngiz, of, Nərgiz, xatırlayıram 13 il bundan əvvəl həmin bu yerdən onu əvvəl və indi oynayacağı rolda görmüşəm. Deməli, of burada nə işlənib? Aid olmayanlar istəyir. Of nidadır. Of nida işlənib. Ona görə nidanı çıxırıq. Nida olan, 5 olan variantları çıxırıq. Sonra xatırlayıram 13 il bundan əvvəl. Əvvəl qoşmadır. Burada qoşma olan biri də çıxırıq. Biri də çıxırıq. Deməli, həmin bu yerdən onu əvvəl və indi bağlayıcı da var. Yox, bizdən onu istəmir. Üzr istəyirəm. Burada ardıcıllıq istəyir bizdən. Yanlış getdik. Ardıcıllığı istəyir. Əsas nitq hissələrinə aid olmayan sözlərin ardıcıllığını istəyir. Deməli, bir də baxaq. Firəngiz, oh, Nərgiz, xatırlayıram 13 il bundan əvvəl həmin bu yerdən onu əvvəl və indi oynayacağı rolda görmüşəm. Deməli, burada of nədir? Of nidadır. Of nidadır. Deməli, nida birinci gələcək burada 5. 5 ilə başlayacaq. Sonra, xatırlayıram 13 il bundan əvvəl. 5-dən sonra 1 gəlir qoşma. Əvvəl burada qoşmadır. Həmin bu yerdən onu əvvəl və indi oynayacağı rolda görmüşəm. Burada da və bağlayıcı. Deməli, 5, 1, 2 sualımızın cavabı olacaq B variantı. Bizdən ardıcıllıq istəyir. Yəni, köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını. İstəyirdim ki, günahıma görə məni danlasın. Lakin o inatla susur və məni qorxudurdu. Köməkçi nitq hissələrinin yenə ardıcıllığını bizdən istəyir. İstəyirdim ki, tabellik bağlayıcısıdır. Günahıma görə səbəb qoşmasıdır. Məni danlasın. Lakin yenə bağlayıcıdır. Deməli, bağlayıcı, qoşma, bağlayıcı, o inatla susur və yenə bağlayıcı. Bağlayıcı, qoşma, bağlayıcı və məni qorxudurdu. Deməli, burada nə oldu? Bir dəqiqə, bağlayıcı, qoşma, bağlayıcı və bağlayıcı cavabımız olacaq C variantı, ardıcıllıq. O bu sözləri bir nəfəsə deyib düşündü ki, görəsən bu hərəkəti ilə qızı təşvişə salmadı ki, burada düşündü ki, bağlayıcı, görəsən modal söz, bu hərəkəti ilə qoşma, ki ədat. Deməli, bağlayıcı, modal söz, sonra qoşma, bir də ki də ədat. Elə cavabımız olacaq D variantı. 13-cü testdə. Ağılla fərasət olduğu şübhəsiz qələbə də olacaq cümləsində deyir, yenə işlənmə ardıcıllığını bizdən istəyir. İşlənmə ardıcıllığını. Burada ağıl və fərasət, yəni la burada bağlayıcıdır, bağlayıcı oldu. Sonra şübhəsiz modal sözdür, qələbə də olacaq da yenə bağlayıcıdır, sevinç də yenə bağlayıcı. Deməli, bağlayıcı, modal söz, bağlayıcı. Cavabımız E bəndi. Köməkçi nitq hissələrin işlənmə ardıcıllığını yenə 14-də istəyir. Yaxşı, qoca mən, yaxşı nəticə bildirən modal sözdür, artıq ədatdır. Deməli, ancaq kəsəcəyəm yazan əlini, deməli, modal söz, ədat, amma kəsəcəyəm, bu da bağlayıcı. Modal söz, ədat və bağlayıcı. Cavabımız olur 14-də D variantı. 15-də deyir, altından xətt çəkilmiş sözlərdəki la nədir? İşlənmə ardıcıllığı ilə müəyyən edin. Həyətimdə səfalı bir bağ salacağam mən, yurdunda bir misilsiz bağban olacağam mən. Çəklərlə, quşlarla dolacaq bağım mənim, daşacaqdır həyatla əlvan otağım mənim. Bax, burada la baxırıq, bax, la'dan sonra həmin birinci vergül qoyulub, bu bir. Sonra əgər la təkrar olunursa, 2 dənə ard-arda cümlədə təkrar olunursa, bu qoşmadır. Yəni, la'dan sonra vergül qoyulursa və ard-arda 2 dəfə təkrar olunursa, bu qoşmadır. Deməli, birgəlik qoşmasıdır. İndi bizdən nə istəyir? Deyir ki, la nədir? Birində, burada 2 dənə qoşma var, daşacaqlar həyatla əlvan otağım mənim. Burada da la nədir? Nə ilə? Yenə də qoşma. Deməli, hamısında olacaq nə? Birgəlik qoşması və birgəlik qoşması. Elə cavabımız olacaq B variantı. Sənin oğlun Fərman qoçaq oğlandır. Ancaq onun bikar və avara gəzməyi doğrusu mənə toxunur. Nümunəsində işlənmiş köməkçi nitq hissələrin ardıcıllığını müəyyən edin. Ancaq, burada ancaq bağlayıcıdır. Bikar və avara və yenə bağlayıcıdır. Doğrusu modal sözdür. Deməli, oldu bağlayıcı və modal söz. Cavabımız oldu D variantı 16-cı sualımızda.
17-də nə istəyir bizdən? Hansı cümlədə düz sözü deyir, lap ədatının sinonimidir. Çevrə düz xətt vasitəsilə iki bərabər hissəyə bölünür. Burada düz xətt sifətdir, ismin qabağında gəlib. Düz əyrini kəsər, yenə düz sözü sifətdir, isimləşib. Doğru sözə düz ilqara aşiqəm, yenə hər ikisi sifətdir burada. Doğru da, düz də sifətdir. Əli deyəsən gəlib düz bizim gözlədiyimiz mətləbin üstünə çıxmışdı. Lap bizim gözlədiyimiz mətləb burada ədatdır, D-bəndidir, şərtimizi ödəyir. İlkin düz danışmağı xoşlayırdı. Burada da düz sözü hərəkətə aiddir, zərfdir. Verilmiş cümlələrdə köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını bizdən istəyir. Ey məhəbbətdə sabit qədəm olan, məhəbbətdən başqa yolla getmə. Mənim ürəyimin mərhəməti və sirri yalnız məhəbbətdədir. Deməli, ey burada nidadır, çağırış nidasıdır. Sonra məhəbbətdən başqa, məhəbbətdən savayı başqa qoşmadır. Deməli, o ardıcıllıq necə olacaq? Olacaq nida, qoşma. Bunları çıxaq, nida, qoşma. Mənim ürəyimin mərhəməti və bağlayıcı yalnız məhəbbətdir, ədat. Deməli, nə oldu? Nida, qoşma, bağlayıcı, ədat. 18-ci sualın cavabı oldu. Deyən bir də baxaq. Məhəbbətdə sabit qədəm olan, məhəbbətdən başqa yolla getmə, mənim ürəyimin mərhəməti və sirri. Hə, burada bir dənə la-nı görməmişik. Bax, burada bir dənə la da var. Yol ilə getmə. Deməli, onda necə olacaq? Ey çağırış nidası, sonra burada məhəbbətdən başqa qoşma, təzədən bir dənə də yol ilə getmə, yenə bir qoşma da var. Mərhəmi və bağlayıcı, birləşdirmə bağlayıcısı, yalnız da ədat. Deməli, sualımızın cavabı olacaq D variantı 18-ci sualda. 19-la davam eləyək. 19-da deyir, nümunələrin birində sonunda buraxılmış bu durğu işarəsi cümlənin sonundakı köməkçi nitq hissəsi əsasında asanlıqla bərpa oluna bilər. Baxaq görək burada nə istəyir. Deməli, yuxarılarda da sənin kimi düşünənlərin sayı az deyil, hətta. Yəni, burada hətta, deməli, durğu işarəsinə burada nöqtə qoyulmalıdır. Yəni, durğu işarəsinə heç bir onun əhəmiyyəti yoxdur. Ona görə bunu çıxırıq. Bizə tapşırılıb ki, quyunun lap dərinliyinə enək də. Burada da yenə nöqtə qoyulmalıdır. Bu danın bura enək olsa da, da olsa da, olmasa da nöqtə qoyulur. Heç bir əlavə durğu işarəsinə ehtiyac yoxdur. Bütün baş verən hadisələrə münasibət bildirmədin, bəs. Burada bəs olduğuna görə biz bura sual işarəsi qoymalıyıq. Əgər bəs olmasa nöqtə qoyulmalıdır. Deməli, bu sondakı bu köməkçi nitq hissəsi durğu işarəsinə öz təsirini göstərir. Sualımızın cavabı olacaq C variantı. Digərlərində də gənclərmi bu barədə düşünməlidirlər? Deməli, gənclərmi bu barədə düşünməlidirlər? Burada da, yəni ki, belə deyək də, buradakı durğu işarəsinin, köməkçi nitq hissəsini, yəni ki, durğu işarəsi ilə görə bərpa eləmək mümkün olmur. O, bu işdə ancaq özünü günahkar hesab edir, təkcə özünü danlayırdı axı. Yəni, burada da yenə nöqtə qoyulmalıdır, elə bir fərqli məqam yoxdur. Gələk növbəti 20-ci testə. 20-də deyir, nümunədəki köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını bizdən istəyir. Həmçinin bağlayıcıdır. O, publisistik əsərlər qiymətli sayılır ki, burada yenə ki, tabirlik bağlayıcısıdır. Deməli, olmalıdır bağlayıcı. Bunlar heç biri olmur. D ilə Y-yə baxaq. Onlar həqiqətən modal söz, yəni D, Y, hər ikisi hələ ki düz gedir. Həqiqətən modal sözdür. Həyatın canlı qaynaqlarından doğan problemləri daha geniş ətraf əks etdirir, daha da ədatdır. Deməli, olacaq ardıcıllıq E variantı. 21-də deyir, köməkçi nitq hissələri ilə bağlı doğru fikirləri istəyir bizdən. Aid olduğu sözlə birlikdə cümlənin bir üzvü olur. Aid olduğu sözlə bir yerdə. Bu, bir dənə qoşmaya aid fikirdir. Ona görə bütün köməkçi nitq hissələri dediyinə görə bu yanlış fikirdir. Götürmürük. Yalnız qrammatik mənaya malikdir. Bəli, hamısı yalnız qrammatik mənaya malikdir. Modal sözlərin əsas vəzifəsi mənanı qüvvətləndirməkdir deyir. Bu, mənanı qüvvətləndirmək ədata aid olan fikirdir, yanlışdır. Bir sıra köməkçi nitq hissələrində amonimlik özünü göstərir. Bəli, həm öz aralarında, həm də digər əsas nitq hissələri ilə ola bilər. Ki, bağlayıcısı yalnız tabeli mürəkkəb cümlənin tərkib hissələrini bağlayır. Bəli, yəni ümumiyyətlə tabelilik bağlayıcıları yalnız tabeli mürəkkəb cümlədə işlənir. Ona görə 21-ci sualımızın cavabı olacaq E variantı. 22-də nümunədə hansı köməkçi nitq hissələri işlənmişdir? Sən də sağ ol qoca çoban, vaxt ötür daha, az mı qalır, çox mu qalır, görən sabaha. Deməli, burada nədir? Deməli, baxırıq burada. Sən də qoca, sağ ol qoca, sən də dadə bağlayıcıdır, vaxt ötür daha, ədatdır, az mı qalır, çox mu qalır, görən sabaha. Burada da mıdır, yəni görəndir, ədatdır. Deməli, oldu nə? Başqa heç nə yoxdur ki? Yoxdur. Yəni, 22-də olacaq elə bağlayıcı, ədat. Hə, yox, görən burada. Görən, görəsən. Görən burada modal sözdür.
modal sözdür. Görəsən mənasındadır. Güman şübhə bildirən modal sözdür. Çünki başqa cür uyğun gəlmir. Ardıcıllıq elə cavabımız yəqin ki, C olacaq 22-ci sualımızda. 23-də deyir, nümunədə hansı köməkçi nitq hissələri işlənmişdir? Az mıdır insanın məgər dərd səri? Burada az mıdır sual ədatı var. Məgər yenə sual ədatı var. Bu da bəşər üçün təzə təhlükə. Bu da dadə burada iştirak bağlayıcısı. Deməli, olacaq ədat bağlayıcı, ədat bağlayıcı. Sonra hazır fikirləri, düşüncələri daşlara doldurub satdılar bəlkə. Bir dəqiqə burada baxaq görək. Bu da bəsdir. Bəşər üçün hazır fikirləri, düşüncələri daşlara doldurub satdılar bəlkə. Deməli, az mıdır insanın məgər dərd səri? Bir də diqqətlə baxaq. Mımi sual ədatı var. Məgər ikinci ədatımız var. Bu da bəşər üçün. Hə, burada qoşmanı görməmişik. Bax, bəşər üçün. Deməli, şərtdə nə deyir bizə? 2 dənə ədat ard-arda gəlməlidir. Bu şərti ödəyir. Bu da bağlayıcı gəlməlidir. Bu da ödəyir. Sonra üçün qoşmadır. Bu da düz gəlir. Bir də burada nə var? Bəlkə də modal sözdür. Bəli. Sualımızın cavabı olacaq B variantı. 24-cü testimizlə davam eləyək. 24-də deyir, nümunədə hansı köməkçi nitq hissələri işlənmişdir? Qarşımda nə çəpər, nə də ki barı. Barı. Deməli, burada nə çəpər, nə də ki barı. Nə də burada nə də ki bağlayıcıdır. Deməli, birinci, yəqin ki, bunu ayrı-ayrı verəcək. Bir bağlayıcı, iki bağlayıcı. Sonra, mənim də ömrümə beləcə gəldin. Mənim də yenə üçüncü bağlayıcı. Beləcə gəldində, bax, burada cacə ədat, 3 dənə bağlayıcı ədat. Sonra, qəlbimdə bir çınqı od saxla barı. Barı yenə ədat. Deməli, sonra bəlkə bu çırağı yandıra bildim. Bu da bəlkə də modal söz. Deməli, ardıcıllıq olacaq bağlayıcı, 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 ədat, modal söz. D variantı. Gələk 25-ci testimizlə davam edək. 25-də deyir, nümunədə əsas nitq hissələrinə aid olmayan sözlərin işlənmə ardıcıllığını müəyyən edin. Görəsən modal söz, indi də bağlayıcı, əvvəlki kimi qoşma, bilərmi ədat? Deməli, oldu nə? Deməli, oldu nə? Baxaq, deməli, başladıq modal sözlə 4 ilə başladıq, sonra 2 indi də bağlayıcı, 1 qoşma, kimi qoşma, 3 də ədat. Cavabımız oldu E variantı. 26-da deyir, verilmiş cümlələrdə köməkçi nitq hissələrinin yenə ardıcıllığını bizdən istəyir. Ən böyük bəla tale ilə razılaşa bilməməkdir. Ən qüvvətləndirici ədatdır. Tale ilə qoşmadır. Sonra sərlövhə kitabın yol göstəricisi olduğu üçün. Deməli, burada yenə qoşmadır. Deməli, ədat, qoşma. Elə yazmaq lazımdır ki, buradakı də bağlayıcı. Deməli, 26-cı sualda elə olacaq ardıcıllıq A variantı. Ədat, qoşma, bağlayıcı. 27-ci sualda. Nümunədə işlənmiş köməkçi nitq hissələrinin bizdən yenə ardıcıllığını istəyir. Sən ki, uşaq deyilsən. Bax, bu ki, burada yenə qüvvətləndirici ədat. Deməli, birinci gəlməlidir ədat, sonra. Mən də sənin üçün uşaq deyiləm. Mən də bağlayıcı, ədat, bağlayıcı olmalıdır. Yəni, ardıcıllıq 3, bağlayıcı 2, sonra sənin üçün qoşma, üçün gələcək 3, 2, 1, sonra uşaq deyiləm ki, yenə olacaq təzədən 2 bağlayıcı, 2, varmı başqa? Heç nə. 3, 2, 1, 2, deməli, sualımızın cavabı 3, 2, varmı elə bir? Hə, 3, 2, 1, 2, elə 27-ci sualda cavab olacaq A variantı. Hansı cümlədə həm qoşma, həm də bağlayıcı işlənmişdir? Baxaq burada da. Həm qoşma, həm bağlayıcı. Qız qalasının hər mərtəbəsi daşdan hörülmüş tavanla örtülmüşdür. Burada tavanla yalnız qoşma işlənib, bağlayıcı yoxdur. Duzla çörək duzluq rəmzidir. Burada lalə, duz və çörək bağlayıcıdır. Çiçəklərlə bəzədilmiş otaq qonaqları valeh etdi. Burada nə ilə bəzədilmiş? La burada qoşmadır. Atamla ərik ağacının altında oturmuşdum. Atam ilə, kim ilə sualına cavab verir. Yenə qoşmadır. Bu məsələdə zadəganlarla tacirlər xalqla eyni fikirdə idi. Burada zadəganlar və tacirlər. Buradakı la bağlayıcıdır. Xalqla kim ilə eyni fikirdə idi. Burada da qoşmadır. 28-ci sualda olacaq E variantı. 29-cu sualla davam eləyək. 29-da deyir, nümunədə əsas nitq hissələrinə aid olmayan sözlərin işlənmə ardıcıllığını müəyyən edin. Baxırıq. Deməli, həm də sən həmişə demədinmi ki, insan öz arzusuna qarşı durmamalıdır. Deməli, həm də bağlayıcı olacaq nə? 2 ilə başlayacağıq. 2, sonra sən həmişə demədinmi ki, mımi sual ədatı, təzədən bir də bağlayıcı. Deməli, olacaq 2-dən sonra 3, 2 sual ədatı yenə olacaq, deməli, 3-ü yazdıq. Hə, deməli, yox, bağlayıcı. Təzədən bir də ay sual, 2-ni də yazmalıyıq. Bir də qaldı arzusuna qarşı, bu da qoşma. Deməli, oldu 2, 3, 2, 1.
C variantı. 30-da deyir, köməkçi nitq hissələri ilə bağlı düzgün fikirləri istəyir bizdən. M sual ədatı ayrılıqda işlənə bilmir. Bu yanlış fikirdir. Bilirik ki, M sual ədatı, məsələn, sən də mi məni anlamadın, dadə bağlayıcısından sonra ayrı yazıla bilir. Qoşmaların hamısı sözdən ayrı yazılır. Xeyr, bəzi belə deyək də şəkilçiləşmiş qoşmalar sözə bitişik yazılır. Ədatlar öz aralarında sinonimlik yarada bilmir. Bu fikir də səhvdir. Ədatlar, məsələn, qüvvətləndirici ədatlar öz aralarında, arzu ədatları öz aralarında sinonimlik yarada bilir. Qoşmalar quruluşca yalnız sadə olur. Bəli, qoşmalar yalnız sadə olur. Ha yerinə görə həm qüvvətləndirici, həm əmr ədatı kimi işlənə bilir. Bu da düzgün fikirdir. Məsələn, oxu ha feilimiz əmr şəklində olanda əmr ədatı olur. Oxumalısan ha və digər şəkillərdə onda qüvvətləndirici ədat. Deməli, 30-cu sualımızın cavabı olacaq A variantı. 31-də deyir, köməkçi nitq hissələrinə aid düzgün fikirləri müəyyənləşdirin. Düzgün fikirləri deyir. Deyir, bütün modal sözlər cümlə üzvlərindən vergüllə ayrılır. Bu yanlış fikirdir. Ona görə ki, sanki elə bil modal sözləri, yəni bənzətmə bildirən, bənzətmə müqayisə bildirən modal sözlər vergülsüz işlənir. Ona görə bir yanlışdır. Baxaq görək. Bizdən nə istədi? Bizdən düzgün fikirləri istədi. Düzgün fikirləri istədi. İndi sonra baxaq görək burada nə var? Burada ədatlarla başqa nitq hissələri arasında da sinonimlik yarana bilər deyir. Sinonimlik yarana bilər. Bu bəli, ədatlarla başqa nitq hissələri arasında da sinonimlik yarana bilər deyir. Sinonimlik yarana bilməz. Sinonimlik ümumiyyətlə yalnız nitq hissələrinin öz daxilində olur. Qoşmalar bəzən qrammatik şəkilçi qəbul edə bilir. Bəli, qoşmalar qrammatik şəkilçi qəbul edir. Sözlə bir yerdə cümlə üzvü ola bilir. Müstəqil şəkildə yox. Sözlə birləşib cümlə üzvü ola bilir. Nidalar cümlədəki başqa sözlərlə sintaktik əlaqəyə girə bilmir. Elə bu da düzgün fikirdir. Yəni burada da belə deyək də heç bir sözlə əlaqəyə girə bilmir. Ona görə bu düzgün fikirdir. Bütün köməkçi nitq hissələri cümlə daxilində müəyyən leksik məna daşıyır. Bu heç birinə aid deyil. Deməli düzgün fikirlər istədiyinə görə cavabımız oldu E variantı. Gələk 33-cü suala. 33-də bizə nə deyir? 32-ci suala. 32-də deyir ki, köməkçi nitq hissələri ilə bağlı səhv fikirləri, bizdən yanlışları istəyir. Bütün tabeysizlik bağlayıcıları tabesiz mürəkkəb cümlənin tərəfləri arasında işlənə bilir. Bu yanlış fikirdir. İlə tabeysizlik bağlayıcıları həmcins üzvləri bağlayır və bir də tabesiz mürəkkəb cümləni bağlaya bilmir. Həmcins feili xəbərləri bağlaya bilmir. Ona görə işlənə bilir deyir. Hə, bizdən yanlışları istədiyinə görə biz bunu götürəcəyik. Biri götürəcəyik. Sonra leksik mənası daşımadığı üçün fikrin ifadəsində heç bir rolu yoxdur. Yox. Bütün köməkçi nitq hissələrinin öz rolu var, öz funksiyası var. Leksik məna daşımadıqsa belə öz rolu, funksiyası var. Bu yanlış fikirdir. 2-ni götürürük. Bəzi köməkçi nitq hissələri bir-biri ilə amonimlik təşkil edir. Köməkçi nitq hissələri bəli, bir-biri ilə amonimlik təşkil edir. Var. Əsas nitq hissələri ilə, köməkçi ilə elə. Nida, hiss və həyəcan bildirməklə yanaşı, həm də cümlədə məna çaları. Məna çaları yaratmaq qoşmağa aiddir, həm də sözlər arasında əlaqə yaratmaq da bağlayıcıya aiddir. Ona görə bu da yanlış fikirdir. 1, 2, 4. Təsirlik və yerlik halda olan sözlər qoşmalarla işlənmir. Bəli, təsirlik, yerlik qoşma ilə işlənmir. Yanlışları istəyir, o da olacaq C variantı. Gələk növbəti 32-ci testimizə. 32-də deyir, nümunədə işlənmiş köməkçi nitq hissələri ilə bağlı bizdən yenə yanlış fikir istəyir. Sən danışdıqca sanki mən Dağıstan igidlərini görürəm. Burada deməli sanki modal sözdür. Mən də bağlayıcıdır. Ah, nidadır. Doğrusu yenə modal sözdür. Mən buraya gələnəcən yenə qoşmadır. Səni bu qədər istədiyimi bilmirdim. İndi deyir, ardıcıl olaraq modal söz düzdür. Ədat deyir, amma buradakı bağlayıcıdır. Bizdən yanlışları istəyir, ona görə bunu götürəcəyik. 2-də deyir, bənzətmə, müqayisə, güman, şübhə bildirən modal sözlər işlənmişdir. Bənzətmə, müqayisə bildirən modal sözlər işlənmişdir. Bənzətmə, müqayisə bildirən sanki var. Amma güman, şübhə bildirən burada modal söz yoxdur. Doğrusu təsdiq bildirir, yəqinlik bildirir. Yanlış fikirlər istəyir, 2-ni də götürürük. Kitabdan əvvəl işlənmiş ah həm çağırış, həm də təəccüb bildirən nidadır. Burada ah nidası çağırış bildirmir. Ümumiyyətlə çağırış nidaları ey, ay, hey və s. adı. O yanlış fikirdir. Yəni ah təəccüb bildirən nidadır. Ona görə yanlışlar istədiyinə görə 1, 2, 3 olacaq cavabımız. Nümunədə dəh qoşmasının sinonim işlənmişdir. Gələnəcən, gələnədək. Bu doğru fikirdir. İkinci cümlədə köməkçi nitq hissələri ilə bağlı vergül işarəsi düzgün qoyulmuşdur. Bəli. Ah nidadır, sonra qoyulub doğru. Modal sözün hər iki tərəfindən qoyulub. Bu da düzgündür. Deməli, 33-cü sualımızın cavabı olacaq A variantı. Gələk 34-cü testimizə. 34-də bizdən nə istəyir? 34-də deyir ki, köməkçi nitq hissələri ilə bağlı səhvi, yenə yanlış fikir istəyir. Səadət xanım olsun ki, sərvətli deyil, ancaq gözəlliyi, rəhimdilliyi ilə şöhrət tapmışdır. Ağılca hər kəsdən üstün olan qız Qəbələ xanlarının nəslindəndir.
Baxaq burada. Olsun ki modal sözdür, sərvətli deyil, amma ancaq bu bağlayıcıdır və bağlayıcıdır. Rəhimdilliyi ilə, nə ilə şöhrət tapmışdır? Ağılca, ağılına görə bu qoşmadır, ağılına görə qoşmadır. Sonra başqa nə var? Vəssalam. Hə, qoşmadır. Hər kəsdən üstün olan bu qız Qəbələ xanlarının nəslindəndir. İndi bizə nə deyir burada? Deyir, ardıcıl olaraq deyir. Ardıcıl olaraq modal söz düzdür. Bağlayıcı deyir, bağlayıcı. Ədat yox, yenə bağlayıcı gəlir. Ona görə bu yanlış fikirdir. Biri götürürük. Nümunədəki modal söz bəlkə də sözünün sinonimidir. Yəqinlik mənası bildirir. Bəlkə də güman şübhə bildirir. Yəni bu təsdiq bildirir, yəqinlik bildirir. Ona görə bu da yanlış fikirdir. Götürürük. Ancaq sözü amonimdir. Nümunədə ədat kimi işlənib. Ancaq sözü amonimdir, amma bu nümunədə amma ilə əvəz eləyə bilirik. Bağlayıcı kimi işlənib. Ona görə yanlış 1, 2, 3. İkinci cümlədəki ca görə qoşmasının sinonimidir. Bəli, ağılına görə. Bu düzgün fikirdir. Birinci cümlədə və birləşdirmə bağlayıcısı, ancaq gözəlliyi və bəli, birləşdirmə bağlayıcısıdır. Nə ilə? İlə də birgəlik qoşmasıdır. Bu da düzgündür. Yanlışları istəyir, olacaq A variantı. Gələk növbəti 35-ci testimizlə davam edək. Cümlələrin birində 3 müxtəlif köməkçi nitq hissəsi 3 müxtəlif köməkçi nitq hissəsi işlənmişdir deyir. Baxaq, Mirzalı sazla gələn oğluna işarə etdi ki, geri qayıtsın. Bax, burada sazla gələn, saz ilə gələn, burada qoşma var. İşarə etdi ki, tabellik bağlayıcısı var. Üçüncüsü yoxdur. Elə Gülgəzin əri Birələm də deyəsən sürücü idi. Elə ədatdır, dəqiqləşdirici ədatdır. Mirələm də bağlayıcıdır, iştirak bağlayıcısıdır. Deyəsən də güman şübhə bildirən modal söz. Deməli, 3 fərqli nitq hissəsi ilə B variantında var. Axı Murad qardaşı ilə necə razılaşa bilərdi? Axı qüvvətlendirici ədatdır burada. Qardaşı ilə kimlə? Burada da bu qoşmadır. Necə də burada əvəzlikdir. Ona görə 2 dənədir. Ürəyindən keçdi ki, atası və anası üçün hədiyyə alsın. Keçdi ki, tabellik bağlayıcısıdır və də bağlayıcıdır. Üçün də qoşmadır. İkisi eyni nitq hissəsidir. Bu da şərti ödəmir. Satqınlar və casuslar çox vaxt qaçqınlar ilə birlikdə arxaya da keçə bilirlər. Burada baxırıq, satqınlar və casuslar və bağlayıcıdır, qaçqınlar ilə qoşmadır. Burada yenə və da bağlayıcıdır. Ona görə 3 fərqli nitq hissəsi yoxdur. 36-cı testimizdən davam edək. Madam ki, bura qədər gəlmisən, gərək müsabiqənin iştirakçılarından olasan, hətta çıxış edəsən. Nümunəsində işlənmişdir. Deyir, madam ki, bağlayıcıdır, şərt bağlayıcısıdır. Deməli, bir bağlayıcı var. Bura qədər qoşma var. Bura qədər məsafə qoşması var. Bəli, bax, 1, 3, sonra gərək arzu ədatı var. Arzu ədatı var. Müsabiqənin iştirakçılarından olasan, hətta deyir, hətta da iştirak bağlayıcısıdır. Olacaq deməli 1, 3, 4, 5, hətta çıxış edəsən. Cavabımız olacaq 36-da 1, 3, 4, 5. Gələk 37-ci suala. 37-də deyir, hansı cümlələrdə həm nida, həm də ədat işlənib? Həm nida, həm ədat işlənib. Təzə pomidor neçəyədir a kişi deyə əlini səbətə saldı. Burada bir dənə a kişi. Yalnız nida işlənib. Yəni, burada ədat işlənməyib. Bizdən həm ədat, həm nidanı istəyir. Sarı köynək dedi ki, ay xala, Allaha şükür oğlun da gəlib. Burada sarı köynək dedi ki, bağlayıcı işlənib, ay nida işlənib, oğlun da gəlib, yenə bağlayıcı işlənib. Yəni, ədat işlənməyib. Ona görə 2-ni də çıxırıq. Ay rəhmətliyin qızı, barı bu yemiş qarpız vaxtı çayı az iç. Ay burada çağırış nidasıdır. Deməli, barı da arzu ədatıdır. Elə ədat və nida 3-də işlənib. Deməli, 3-ü götürürük. Eşitdim ay dayı, mənsiz ova çıxıbsan. Axı, heç vaxt tək getməzdin. Eşitdim ay dayı, ay çağırış nidasıdır. Deməli, axı da ədatdır. Deməli, bizdən nə istəyir? Bizdən həm ədat, həm nida istəyir. O da olacaq 3 və 4-cü cümlələrdə. Hansı cümlələrdə həm nida, həm ədat işlənib? Yenə 38-ci testə baxaq. Ay bəy, sən də pis demirsən ha. Burada ay bəy, ay çağırış nidasıdır. Sən də bağlayıcıdır, ha da qüvvətləndirici ədatdır. Deməli, bizdə nə istəyir? Həm nida, həm də ədat işlənib. Burada elə biri götürə bilərik. Çünki ədat da var, nida da var, bağlayıcı da var. Qumru da mənim bacımdır, Sənubər də. Burada nədir? Nidadır. Qumru da bağlayıcıdır, Sənubər də bağlayıcıdır. Amma nida, daha doğrusu, ədat işlənməyib, ona görə götürmürük. Gördünmü, atam mənim başıma nə oynaşdı? Burada mımi yalnız sual ədatıdır. Burada başqa heç nə yoxdur. Nə əvəzlikdir burada. Abala, onun dərdini çəkməyin lap adamı təəccübləndirir. A, çağırış nidasıdır. Lap adamı, lap da ədatdır. Elə cavabımız olacaq 38-də 1 və 4. 39-cu testimizlə davam eləyək. 39-da deyir ki, hansı köməkçi nitq hissələrinə aid düzgün fikirləri bizdən istəyir? Baxaq görək. Bəzi köməkçi nitq hissələri söz cümlə olur. Bəli, bu düzgün fikirdir. Modal sözlər, ədatlar və nidalar söz cümlə
funksiyasını yerinə yetirə bilir. Bəzi modal sözlər vergül tələb etmir. Bu da düzgün fikirdir. Sanki elə bir güya modal sözləri vergül tələb etmir. Cümlədə ədatdan sonra və ya əvvəl həmişə vergül qoyulur. Bu yanlış fikirdir. Yalnız təsdiq və inkar ədatlarının bir qismi var ki, onlardan sonra vergül qoyulur. Bu yanlış fikirdir. Ona görə bizdən düzgünləri istəyir. Bəzən nidadan sonra vergül qoyulmur. Bu düzgün fikirdir. Ona görə ki, bəzən nida çağırış nidası xitabla bir yerdə işlənir. Məsəl üçün, ay oğlan xitabla bir yerdə işlənir. Orada vergül xitabdan sonra qoyulur. Qoşmalar qoşulduğu sözlə birlikdə bütün cümlə üzvləri vəzifəsində işlənə bilməz. Bu yanlış fikirdir, işlənə bilər. Deməli, düzgün fikirlər istədiyinə görə 1, 2 və 4. 39-cu sualımızın cavabı. 40-da deyir, nümunədə işlənmiş köməkçi nitq hissələri haqqında doğru fikirdir. Vətəni sevəcək deyə əhd ilə peyman kimi olmaram razı əgər cəhdlə qalsa vətənim. Vətənim qalsa əgər cəhdlə yansın bu tənim. Deməli, görək burada nə işlənib? Deyir, qoşma işlənmişdir. Əhd ilə peyman kimi. Məsələn, burada bəli, qoşmalar var. Ona görə biri götürürük. Biri götürdük. Sonra hiss, həyəcan, emosiyanlıq yaradan sözlər işlənmişdir deyir. Nidadır. Bizdə cümlədə nida yoxdur. Ona görə bu yanlışdır. Birləşdirmə və şərt bağlayıcılarından istifadə olunmuşdur. Əhd ilə peymani kimi olmaram razı əgər cəhdlə qalsa vətənim. Vətənim qalsa əgər cəhdlə yansın bu tənim. Deməli, burada birləşdirmə və şərt bağlayıcısından istifadə olunmuşdur. Əgər deməli şərt bağlayıcısı var, vətəni sevəcəkdir əhd ilə peymanı kimi. Bəlkə burada iləni bağlayıcı kimi götürüb. Əhd və peymanı kimi. Deməli, burada biz birləşdirmə bağlayıcısını da görürük. İlə bağlayıcıdır. Sonra burada başqa nə var? Deməli, bağlayıcı var və şərt bağlayıcısı var. Birləşdirmə və şərt bağlayıcısı var. Bunu da götürə bilərik. Baxaq 4-ə. Mənanı qüvvətləndirən sözlər işlənmişdir deyir. Burada cümlədə ədat yoxdur. Elə cavabımız olacaq 1 və 3. Həm qoşma var, həm də bağlayıcı var. Sonra gələk növbəti 41-ci testimizlə davam eləyək. 41-də deyir, köməkçi nitq hissələri ilə bağlı bizdən yenə doğru fikirləri istəyir. Yazı söz yaradıcılığında iştirak edir. Bu yanlışdır. Yalnız qrammatik məna daşıyır. Bəli, leksik mənası yoxdur. Homonim ola bilmir deyir, amma ola bilir. Sinonim ola bilir. Bu da düzgün fikirdir. Ayrılıqda cümlə üzvü yerində işlənir, heç biri işlənə bilmir. Olacaq 2 və 4. 42-də deyir, köməkçi nitq hissələri ilə bağlı yenə səhv fikir istəyir. Qrammatik məna daşıyır. Bu doğru fikirdir. Bəziləri bir-biri ilə amonimlik təşkil edə bilir. Doğru fikirdir. Sonra quruluşca sadə düzəltmə mürəkkəb olur. Düzəltmə ümumiyyətlə olmur. Köməkçi nitq hissələri ya sadə olur, ya da mürəkkəb olur. Qoşmalar amma yalnız sadə olur. Deməli, 3-də ona görə 3 yanlışdır. Sinonimlik xüsusiyyətinə malik deyil deyir. Bu da yanlışdır, malikdir. Söz yaradıcılığında iştirak etmir. Bu da doğrudur. Deməli, olacaq 3 və 4. Gələk növbəti 43-cü testimizlə davam edək. 43-də deyir, altından xətt çəkilmiş hansı hissə cümlədən çıxarılsa məna dəyişikliyi baş verməz, lakin cümlənin emosionallığı azalar. Yəni bizdən nə istəyir? Bizdən ədat olan cümlələri tapmağımızı istəyir. Sənsiz güllər açarmı? Bax, burada mını biz çıxarda bilərik. Bu sual sənsiz güllər açar. Cümləni belə də qura bilərik. Sadəcə təsir gücü, emosionallıq azalar. Deyir ki, deməli, bizdən nə istəyir? Ədat olanlar. Elə biri götürəcəyik. Biri götürdük. Sonra, dəvəcə boyun olunca, düyməcə ağlın olsun. Burada dəvəcə, dəvə qədər, düymə qədər. Yəni, bunu biz cümlədən çıxarda bilmərik. Səni ruhən sarsıdan duyğularını etiraf etsənə. Bax, burada sənə əmr ədatıdır. Etiraf et də deyib cümləni tamamlaya bilərik. Cümlədən çıxarda da bilərik. Cümləyi də bərpa eləyə də bilərik. Ona görə 1-3-ü götürdük. Gənclik xatirələrini qəlbində saxlamısan. Deməli, burada saxlamışsan, yəni burada bu ədat mövqeyində deyil. Bircə evin bacasından çıxan tüstü burada insan yaşadığından xəbər verirdi. Burada bir evin, yaxud bircə evin, burada da qüvvətləndirici ədatdır. Olacaq deməli 1, 3 və 5 sualımızın cavabı. 44-də deyir, köməkçi nitq hissələrinə aid düzgün fikirlər. Görək hansılar? Bəziləri əsas nitq hissələri ilə amonimlik təşkil edir. Bu düzgün fikirdir. Bir qismi söz cümlə kimi işlənə bilmir. Bəli, işlənir. Bağlayıcı və qoşma işlənə bilmir. Digərləri işlənə bilir. Buna görə 2-ni də götürürük. Bütün köməkçi nitq hissələri sadə və mürəkkəb olmaqla 2 yerə bölünür dedi. Bayaq dediyimiz kimi bu yanlışdır. Qrammatik məna daşıyır. Düzgündür. Köməkçi nitq hissələrinin yalnız qoşma müstəqil cümlə üzvü kimi işlənir. Bu da yanlış fikirdir. Yəni ki, qoşma yalnız qoşma qoşulduğu sözlə bir yerdə cümlə üzvü olur. Ona görə oldu sualımızın cavabı 1, 2, 4. 45 ilə davam edək. Hansı cümlələrdə deyir, həm modal söz, həm də ədat işlənib. Baxaq.
Firuzənin ağlamağı mənə pis təsir elədi. Axı doğrudan da o heç nə eləməmişdi. Durğu işarələrini buraxıblar. Deməli, burada axı ədat var, doğrudan da modal söz də var. Deməli, biri götürə bilərik. Düzdür, qız yetər olanları danışdı, ancaq heç kim inanmadı. Burada düzdür, modal söz var, amma ancaq bağlayıcısı var. Ona görə biz bunu götürmürük. Əlbəttə, o cür ki, siz dərs deyirsiniz, uşaq necə başa düşsün? Əlbəttə, modal söz var, o cür ki, burada bu da ədat var. Elə ona görə 3-ü də götürürük. Düzü mən də müzakirənin gedişindən razı qalmadım. Düzü modal söz var, amma dadə burada bağlayıcıdır. Ona görə bunu götürmürük. Bizdən ədat və modal söz istədiyinə görə cavabımız olacaq 1 və 3. Hansı cümlələrdə həm modal söz, həm də ədat işlənib deyir. Əlbəttə, təbiətin gözəlliyinə tamaşa etmək mənim də xoşuma gəlirdi. Əlbəttə, modal söz işlənib. Burada mənim də da bağlayıcı işlənib. Yenə ədat yoxdur. Bir də şübhəsiz ki, atamın məzəmmətləri mənə ən ağır zərbə idi. Şübhəsiz ki, deməli, yəqinlik, təsdiq bildirən modal sözdür. Ən ağır, ən də qüvvətləndirici ədatdır. İşlənib 2-ni götürürük. Doğrusu bu xəbər məni də sevindirirdi. Doğrusu modal söz var, məni də. Sadalama intonasiyası var, bağlayıcıdır. Götürmürük. Görünür çox tanırdı. Ona görə də söhbəti daha tez bitirmək istəyirdi. Görünür modal sözdür. Ona görə də da bağlayıcıdır. Daha da qüvvətləndirici ədatdır. Bu deməli burada da ona görə də bu bütövlükdə bağlayıcıdır. Hə. Da da ədatdır. Yəni burada bizim şərtimizi ödəyir. 2 və 46-da oldu cavabımız 2 və 4. Gəldi 47-ci testimizdən. Davam eləyək. 47-də deyir. 47-də nə deyir? Hansı cümlələrdə həm modal söz, həm də ədat işlənmişdir deyir. Baxaq, Orxan fikirləşdi. Yəqin adamları inandırmaq o qədər asan deyil. Burada yəqin yalnız modal söz işlənib, ədat işlənməyib. Ona görə biri çıxırıq. 2-də deyir, Hacı düşünürdü. Görəsən axı bu niyə belə etdi? Görəsən modal söz var, axı qüvvətləndirici ədat var. Deməli 2-ni götürürük. Görünür Molla Sadıq narahat olduğu üçün bütün gecəni yatmamışdı. Görünür modal söz var, amma burada qoşma var. Ədat işlənməyib. 3-ü çıxırıq. Siz buralısınızmı? Nəhayət Əsmər ondan soruşdu. Buralısınızmı? Ədat var. Nəhayət modal söz var. Deməli, biz 2 və 4-ü düzgün cavab kimi götürə bilərik. 8-də deyir ki, hansı cümlələrdə həm modal söz, həm ədat işlənmişdir? Yenə eyni şərti bizdən tələb edir. Nəhayət texniklə Həqiqət xanım eyni qərara gəldilər deyə Hacı dilləndi. Burada, deməli, nəhayət modal sözümüz var. Texnik və Həqiqət xanım. Texnik və. Burada və bağlayıcıdır. Daha doğrusu Lalə bağlayıcıdır. Ədat yoxdur. Burada ədat yoxdur. Axırıncı sözləri xatırlayaraq fikirləşdim. Görəsən doğrudanmı onların günahı yox idi? Deməli, görəsən modal söz var. Doğrudanmı onların günahı yox idi? Burada da ədat işlənib. Deməli, 2-ni biz götürə bilərik. 3-də deyir, şübhəsiz ki, Azad bu sözləri eşidəndə deyəcəkdir. Axı mən kiməm? Şübhəsiz modal söz var. Axı da ədat var. 3-ü də götürə bilərik. Onun sözləri ürəyimi lap birtəhər elədi. Deməli, qardaş, möhkəm atışmısınız. Deməli, ürəyimi lap burada qüvvətləndirici ədat var. Deməli, modal söz nəticə bildirən bu da var. Olacaq 2, 3, 4. Əlbəttə, bizimkilər də düşmənə layiqli cavab verdilər. Əlbəttə, modal söz var. Deməli, bağlayıcı var. Ədat yoxdur. Ona görə 48-ci sualımızın cavabı olacaq 2, 3 və 4. Gələk növbəti, deməli, 49-cu testimizdən davam eləyək. 49-da deyir, yəqinlik bildirən modal söz və bağlayıcı işlənmiş cümlələr hansılardır? Deyilənə görə xan qızı cavanlıqda lap gözəlmiş. Deyilənə görə fikrin mənbəyini bildirən modal sözdür. Burada bağlayıcı yoxdur. Bir də ədat var. Şərtimizi ödəmədi. Düzü babam sağalmadı, lakin mən yenə də Allahdan əlimi üzmədim. Bax, burada düzü, yəqinlik bildirən modal söz işlənib, lakin bağlayıcı da işlənib. Burada bir də bağlayıcı işlənib, deməli 2-ni götürdük. Doğrusu qız yetər sustu, amma bədəni titrəyirdi. Deməli, burada da doğrusu yəqinlik bildirən modal söz işlənib, amma bağlayıcı işlənib. 3-ü də götürürük. Nəhayət bir axşam alaçıqlar və komalar söküldü. Nəhayət nəticə bildirən modal sözdür və də bağlayıcıdır. Bizdən yəqinlik istədiyinə görə 4-ü də götürürük. 49-da cavabımız olacaq 2 və 3. Gələk 50-ci testə. 50-də nə deyir? Yəqinlik bildirən modal söz, yenə və bağlayıcı yəqinlik bildirən istəyir. Baxaq, doğrusu ona inandırmaq çətin olacaq, amma yenə də çalışaram. Doğrusu yəqinlik bildirən modal sözdür, amma bağlayıcıdır. Qarşılaşdırma bağlayıcı. Deməli, biri götürə bilərik. Doğrudan lap qəribə olmuşam. Burada doğrudan yəqinlik bildirən modal sözdür, amma bağlayıcı yoxdur. Lap ədat. Ona görə 2-ni çıxırıq. Görürsənmi? Demək, işləyən tələbə təkcə sən deyilsən. Burada da görürsənmi? Ədat var. Burada təkcə sən deyilsən. Bağlayıcı var. Modal söz var. Deməli, ədat
Bizdən bağlayıcı istədiyinə görə, daha doğrusu bağlayıcı yoxdur. Ona görə 3-ü də çıxırıq. Düzü mən kənar adamam, ancaq vicdanım məcbur edir bəzi sözləri deyim. Düzü burada modal sözdür, yəqinlik bildirir, ancaq da bağlayıcı. Elə şərtimizi ödəyir. Olacaq 1 və 4. 50-ci testimizin cavabı. 51-ci testlə davam eləyək. 51-də nə deyir bizə? 51-də deyir ki, çay çaya qovuşmaz, sular daşmasa, ulduzun ulduzla ünsiyyəti var. Göydə buludlar da qoşalaşmasa, nə ildırım çaxar, nə yağış yağar. Tamam, klasteri tamamlayan fikirləri bizdən istəyir. Baxaq görək. Yazır burada, köməkçi nitq hissələrindən birgəlik vasitə bildirən qoşma işlənib. Çay çaya qovuşmaz, ulduzla, ulduzun ulduzla. Burada lalə birgəlik qoşması var. Deməli, birgəlik vasitə düzdür. Bir də, yəni bu düzgün fikir. Deməli, biz klasteri düzgün fikirlər üzrə davam etdirməliyik. İştirak bağlayıcısı işlənib. Baxaq görək, göydə buludlar da deməli, da işlənib, iştirak bağlayıcısı işlənib. Ona görə biri götürürük. Mənanı qüvvətləndirən sözlər işlənib. Cümlədə ildırım, daha doğrusu cümlədə ədat yoxdur. Nə ildırım çaxar, nə də yağış yağar. Buradakı nə də bağlayıcıdır. Deməli, bu yoxdur. Mənanı qüvvətləndirən sözlər yoxdur. İnkarlıq bağlayıcısı işlənib, bəli. 1 və 3 düzgün cavabdır. Fikrə münasibət bildirən sözlər işlənib deyəndə modal söz nəzərdə tutulur, cümlədə də modal söz yoxdur. Deməli, sualımızın cavabı olacaq 1 və 3. Gələk 52-ci testimizlə davam eləyək. Nümunədə işlənmiş köməkçi nitq hissələri ilə bağlı bizdən yanlışları istəyir. Dəniz olmaq istəyirəm, ayana. Yanlışları istəyir. Öz sinəmi göylər üçün açaram. Yox, ay bala, anan qurban boyuna, dəniz olsan, səni necə qucaram. Nümunədə deyir, ardıcıl olaraq nida, qoşma, ədat, nida, ədat işlənmişdir. Baxaq bir də bura. Deməli, nida var, ayana. Bizdən yanlışlar istəyir. Görək bu şərti ödəyirmi? Nida var, sonra öz sinəmi göylər üçün qoşma var. Yox, ədat var. Yox, ay bala, nida var. Amma burada dəniz olsan səni necə qucaram. Ədat yoxdur. Ona görə bu şərt ödənmədi. Yəni ki, axırıncı nitq hissəsi olmadığına görə biri yanlış kimi götürdük. Əsas nitq hissəsi ilə amonimliyi olan sözlər işlənmişdir. Əsas nitq hissəsi ilə amonimliyi olan sözlər deyir. Öz sinəmi göylər üçün açaram. Yox, ay bala. Bizə ay burada nidadır, amma əsas nitq hissəsi ilə amonimdir. Bu düzgün fikirdir. Birinci misrada çağırış nidası var. Birinci misrada səhv eləmirəmsə var idi. Burada dəniz olmaq istəyirəm, ay ana. Bu da düzgün fikirdir. Deməli, çağırış nidası var. Ona görə götürmürük. Nümunədə səbəb, məqsəd mənası bildirən köməkçi nitq hissəsi işlənmişdir. Göylər üçün burada qoşma var, bəli. Nümunədə sual ədatı işlənmişdir. Burada nümunədə səni necə? Buradakı necə sual əvəzliyidir. Sual ədatı işlənməyib. Bəs, məgər, yəni, mımi heç biri yoxdur. Belə, ona görə bu yanlışdır. Deməli, olacaq 52-ci testimizin cavabı 1 və 5. Gələk 53-cü testimizlə davam eləyək. 53-də bizdən nə istəyir? 53-də deyir ki, cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Necə demişdin, elə də olacaq. Bir də deyir, bu heykəl necə də əzəmətlidir. Deyir ki, bizə nə deyir? Deməli, deyir ki, birdə yazır ki, yalnız qrammatik mənası var. Yalnız qrammatik mənası var. Gedəcək hansına? Bu heykəl necə də əzəmətlidir. Burada ikinciyə. 2-yə gedəcək A bəndə. 2A. Ortaq istəmir də, bizdən ümumiyyətlə yalnız fərqli fikirlər istəyir. Venn diaqramı şəklində deyil. 2-yə getdi A. Sonra deyir, bərabər hüquqlu sözləri bir-birinə bağlayır. Bərabər hüquqlu sözləri bağlamaq bağlayıcıya aid fikirdir. Bu, burada heç birinə aid deyil. Leksik mənası var birincinin. Birə gedəcək ona görə C. Cümlə üzvü deyil. İkinci cümlə üzvü deyil. B-də. Köməkçi nitq hissəsidir. Bağlayıcı söz vəzifəsində işlənib, bəli, tabeli mürəkkəb cümlənin budaq cümləsində işlənib bağlayıcı sözdür. Ona görə olacaq 1-ə C, Y, 2-yə də A və D. 54-cü testimizlə davam eləyək. Cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Necə də istedadlı gənclərimiz var, sənə necə iş lazım olduğunu biz də bilirik. Burada necə də yenə ədatlı köməkçi nitq hissəsidir. İndi 1-ə gedəcək ona görə. Hara yazaq? Bura yazaq. 1-ə gedəcək A. Deməli, 1-ə gedəcək A. Cümlənin emosionallığını artırır. Burada yenə 2-yə B nədir? 1-ə həm də B də gedəcək. Çünki ədatdır bu. 1-ə B də gedəcək. Leksik mənası var ikincinin. Bəli. Burada necə əvəzlikdir. Ona görə C gedəcək 2-yə. Sonra cümlə üzvləri arasında əlaqə yaradır. Bu bağlayıcıya aid olan fikirdir. Bunu çıxırıq ümumiyyətlə. Cümlə üzvüdür yenə ikinci. Deməli 1-ə getdi A və B, 2-yə getdi C və Y.
Gələk 54-cü test, 55-ci testimizdən davam eləyək. Görək 55-də bizdən nə istəyir? Fərqləndirilmiş sözlərin vəzifəsinə əsasən uyğunluğu istəyir. Arif sözünü de də. Burada de də bu ədatdır, əmr ədatıdır. 1-ə getdi A. 1-ə getdi A. Səs-küylü otaqda bayırdan bir fit səsi də eşidildi. Burada sadalama intonasiyası var. 2-də B bağlayıcıdır. Yazdığı məktubları da özü ilə aparmışdı. Yenə nəyə aparmışdı? Yəni başqa nəsə sadalaya bilirik. Burada yenə C də gedəcək 2-yə. Sonra gördüklərini danış da 1-ə gedəcək ədatdır. Sonra nəğmə oxuyurdu Güldə, Çiçəkdə, yenə bu da gedəcək 2-yə. Deməli 1-ə oldu 55-ci testdə. 1-ə oldu A və D, 2-yə oldu B, C və Y. 55-ci testimizlə davam eləyək. 55-də bizdən nə istəyir? 55-də. Deyir ki, yenə fərqləndirilmiş sözləri nəzərə alın, uyğunluğu müəyyən edin. Xoşbəxt o adamdır ki, sərvətə ehtiyacı yoxdur. Burada ki bağlayıcıdır. Qəlb ki var şüşə kimidir, sındırma, yamamaq olmaz. Burada ki ədatdır. Yazır fikrin təsirli ifadə olunmasına xidmət edir. Bax, bura yazaq, elə ora sığmayacaq. Yazaq 1 və 2. Deməli, fikrin təsirli ifadə olunmasına xidmət edir. 2-yə gedəcək A, ədata aiddir. Özündən sonra vergül qoyulur. Tabirlik bağlayıcısı olan, aydınlaşdırma bağlayıcısı olan 2-yə aiddir. C yazır, ədatdır deyir. 2-yə gedəcək C. Cümlələr arasında əlaqə yaratmağa xidmət eləyir. Bu aiddir bağlayıcıya, tabirlik bağlayıcısıdır. 1-ə aiddir D. Cümlədən çıxarıldıqda məna dəyişikliyi baş vermir, cümlənin emosionallığı azalır. Bu da aiddir ədata. Deməli, oldu necə? 1-ə oldu B, D, 2-yə A, C, Y. 56-cı sualımız. Gələk 57-ci sualından davam eləyək. 57-də deyir, cümlədəki fərqləndirilmiş sözlərə əsasən uyğunluğu müəyyən edin. Malını da, canını da bu yolda malını da, canını da bu yolda qurban verməyə hazır idi. Burada sadalama intonasiyası var. Bağlayıcıdır. Malını yeməyənin malını yeyərlər də. Bu da ədatdır. Deməli, 1 bağlayıcı, 2 ədat. İndi baxaq. Fikrin təsirli ifadə olunmasına kömək edir. Ədata aid 2-yə getdi A. Cümlə üzvləri arasında əlaqə yaradır. Cümlə üzvləri arasında əlaqə yaratmaq bağlayıcıya aiddir. Bağlayıcıya aiddir. Əslində bu o qədər də uyğun bir fikir deyil. Burada daha doğrusu burada bu nə bağlayıcı? Hə, bu həmcins üzvlər var. Bəli, bunu götürmək olar. Tabirlik bağlayıcılarına bunu o qədər də aid etmək düzgün deyil. Sonra C deyir, yalnız qrammatik mənası olsa da cümlədə sözə qoşulub məna açaları yaradır. Bu qoşmaya aid fikirdir. C ümumiyyətlə heç birinə aid deyil. Ədatdır oldu 2-yə, D. Sonra bağlayıcıdır oldu 1-ə. 1-ə oldu B, Y, 2-yə də oldu A və D. 57-ci sualda. 58-də deyir, cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Baxaq, dost ilə çörək kəs, alış-veriş eləmə, qurd ilə qoyunun dostluğu tutmaz. Dost ilə burada birinci ilə qoşmadır, qurd ilə qurd və qoyunun ikinci ilə də bağlayıcı. Deməli, qoşma və bağlayıcıya aid olan fikirlərə tapaq. Leksik mənası olmasa da cümlədə sözə qoşulub məna açaları yaradır. Bu aiddir birinciyə. 1-ə gedəcək A. Yox, üzr istəyirəm, burada nəysə birinci fikri oxumadım. Dəqiqə, birinci fikri oxumadım. 1-də nə deyir? Deyir ki, birləşdirmə vəzifəsində işlənib. Birləşdirmə vəzifəsində işlənib. Bu aiddir 2-yə. 2-yə gedəcək A. Sonra deyir, leksik mənası olmasa da cümlədə sözə qoşulub məna yaradır. Bu məna əlaqəsi yaradır. Bu məna çalar yaradır. Daha doğrusu aiddir qoşmaya. 1-ə gedəcək B. 1-ə eyni zamanda C də gedəcək qoşmadır. Sonra adlı halda olan sözə qoşulub birgəlik mənası bildirir. Adlı hallı olan sözə qoşulub birgəlik mənası bildirir. Bu da qoşmaya aid fikirdir. D, dost ilə. D də qoşmaya aiddir. Fikrin təsirli ifadə olunmasına xidmət edir. Bu ədata aid olan fikirdə heç birinə aid olmayacaq. Deməli, 1-ə gedəcək B, C, D, 2-yə də gedəcək yalnız A. 58-ci testimizlə, 59-cu testimizlə davam eləyək. Cümlələrdə işlənmiş köməkçi nitq hissəsinə əsasən uyğunluğu bizdən istəyir. Uyğunluğu istəyir, yenə qoşma və bağlayıcı. Dəmir qələm ilə dəftərləri çantasına qoydu. Qələm və dəftərləri. 2-yə gedəcək A, burada bağlayıcıdır, birləşdirmə bağlayıcısıdır. Xoş sözlə ilanı yuvasından çıxarmaq olar. Sözlə nə ilə? Qoşmadır. 1-ə gedəcək B. Səlimə nənə bizə isti təndir çörəyi ilə pendirə qonaq etdi. İsti təndir çörəyi və pendirə qonaq etdi. 2-yə gedəcək eyni zamanda C bağlayıcıdır. İgid ləqəbi ilə tanınar. Nə ilə tanınar? 1-ə gedəcək B qoşmadır. Deməli, 1-ə B, D. Qonaq ehtiramla başını yuxarı qaldırıb sözə başladı. Burada da ehtiramla necə bu zərf düzəldən leksik şəkilçidir. E heç birinə aid deyil. 59-da oldu. 1-ə B, D, 2-yə də A və C. 60-cı testimizlə davam eləyək. 60-da. Görək 60-da nə var? 60-da.
60-da deyir ki, Venn diaqramına əsasən cümlələrdə fərqləndirilmiş sözləri müqayisə edin. Müqayisə edin. Baxaq, öz əli ilə bütün işləri korlamış oldu. Burada ilə qoşmadır. Otağa girməyi ilə çıxmağı bir oldu. Girməyi və çıxmağı bir oldu. Burada da birləşdirmə bağlayıcısıdır. Deyir, leksik mənası olmasa da cümlədə sözə qoşulub məna çaları yaradır. Məna çaları yaratmaq qoşmaya aid olan fikirdir. Ona görə 1-ə gedəcək A. 1-ə gedəcək A, sonra birləşdirmə funksiyasını yerinə yetirir, otağa girməyi və çıxmağı. Birləşdirmə funksiyası bağlayıcıya aid fikirdir. Bu getdi B-yə, B getdi 2-yə. Cümlədən çıxarıldıqda məna dəyişikliyi baş vermir. Cümlənin emosionallığını artırmaq bu ədata aiddir, heç birinə aid deyil. İxtisar forması lalə sözlərə bitişik yazıla bilər. Bu da hər ikisinə aiddir, ortaq götürüləcək. Fikrin təsirli ifadə olunması yenə ədata aiddir, heç birinə getmir. Deməli, oldu 1-ə A, 2-yə B, 2-də B. Gələk növbəti 61-ci testimizdən davam eləyək, görək 61-də bizdən nə istəyir. 61-də deyir ki, madam ki, məsləhətə qulaq asmırsan, mən səni daha narahat etməyəcəm. Ancaq bu hərəkətinlə nələri itirdiyini deyəsən başa düşmürsən. Baxaq, əsas nitq hissələrinə aid olmayan sözlərin işlənmə ardıcıllığına. İşlənmə ardıcıllığı. Baxaq, görək nə var. Madam ki, şərt bağlayıcısıdır. Deməli, madam ki, şərt bağlayıcısıdır. Məsləhətə qulaq asmırsan. Deməli, birinci nə gələcək? Burada birinci gələcək, şərt bağlayıcısı, tabirlik bağlayıcısı. 2 ilə başladıq. Sonra, mən səni daha narahat etməyəcəm. Daha qüvvətləndirici ədatdır. Olacaq 2-dən sonra 5. Daha ədatdır. Ancaq tabiisizlik bağlayıcısı. Sonra olacaq bu ancaq tabiisizlik bağlayıcısı. Bu hərəkətinlə, nə ilə? Burada olacaq qoşma 1. Hərəkətinlə nələri itirdiyini. Deyəsən də olacaq modal söz 3. Deməli olacaq 2, 5, 4, 1, 3. 61-ci testimizdən davam eləyək. Daha doğrusu 62-ci testimizdən. Cümlələrdə işlənən köməkçi nitq hissələrini nəzərə alaraq ardıcıllığı müəyyən edin deyir. Qoy əvvəl hər şeyi etiraf etsin. Yəni, deməli, qoy burada nədir? Ədatdır, əmr ədatıdır. Deməli, birinci gələcək 3. Hamı məşğuldur, yəni heç kəs boş dayanmayıb. Yəni, burada aydınlaşdırma bağlayıcısıdır, olacaq 2. Abala, içəri gəl, bayırda dayanma. A, burada çağırış nidasıdır, olacaq 4. Sonra bir dəstə uşaq yol boyunca əkilmiş söyüd ağaclarını sulayırdı. Burada yol boyunca, yol boyu ilə. Olacaq 3, 2, 4, 1. 63-də deyir, yenə ardıcıllıq istəyir. Ox, Nadia, mən həmişə sən deyən kimi yadımda saxlayıram ki, aktyorlara ancaq səhnədə baxmalı, onları həyatda görməməli. Burada ox nədir? Ox nidadır. Deməli, birinci gələcək 4. Sonra, mən həmişə sən deyən kimi deməli, sən deyən kimi olacaq 1, qoşma. Yadımda saxlayıram ki, 2, tabirlik bağlayıcısı, 2. Ancaq səhnədə, ancaq da ədat. Olacaq nə? 63-cü testdə olacaq 4, 1, 2, 3. Gələk 64-cü testimizdən davam eləyək. 64-də nə istəyir bizdən? Deyir, nümunədə işlənmiş köməkçi nitq hissələrinin ardıcıllığını müəyyən edin. Yenə, sanki modal sözdür. Sanki bənzətmə bildirən modal sözdür. 4 ilə başlayır. Yoxsullarla yaşamaq olmaz. Burada yoxsullarla kim ilə qoşmadır. Sonra, altunsuz, üzüksüz, olsa yaxşıdır. Fəqət bağlayıcı, iştirak bağlayıcısı. Olmayanda qiyamət olmaz ki, olacaq ədat. Deməli, oldu nə? 4, 1, 2, 3. 65-də. Nümunədə işlənmiş yenə köməkçi nitq hissələrinin ardıcıllığını istəyir. Ox, zavallı bacım, sənsən, səadətini tanrım qədər sevdiyim bu xalq bircə səni yaşatmadı. Oqtay Eloğlu əsərindən bir parça, bir cümlə. Deməli, ox oldu nə burada? Nida. Ox oldu nida. 4 ilə başlayırıq. Sənsən, səadətini tanrım qədər. Qədər burada qoşma. Bax, ox nida, qədər qoşma oldu. 1, 4-dən sonra 1. Sevdiyim bu xalq bircə səni, bircə, yalnız, təkcə. Oldu burada 3 ədat. Sonra səni də, dadə də bağlayıcı. Deməli, oldu 4, 1, 3 və 2. 66-cı testimizdən davam eləyək. İşarələnmiş sözləri hansı nitq hissəsinə olmasına görə işlənmə ardıcıllığını bizdən istəyir 66-da. Baxaq, deməli, bizdən necə istəyir bunun ardıcıllığı bir dənə baxaq. Kimi susur, kimi də danışırdı. Deməli, əvəzlik gəlib burada. Kimi susur, kimi də danışırdı. Bu burada əvəzlikdir. Elə birinci olacaq 1. Sonra, bu işi ancaq sən bacararsan, təkcə sən bacararsan. Burada olacaq ədat. Sonra, çox gözlədik, amma gəlib ancaq gəlmədi. Deməli, ancaq gəlmədi. Burada bağlayıcı 4. Bir də deyir, ovçu görmüş maral kimi burada da olacaq qoşma. Ardıcıllıq belə. Deməli, 1, 3, 4 və 2. 67-də davam eləyək. 67-də deyir, altından xətt çəkilmiş sözlərin hansı nitq hissəsinə aid olduğunu işlənmə ardıcıllığına görə müəyyən edin. Baxaq, kimi yazır, kimi də oxuyurdu.
Burada bir dəqiqə biraz xətt düşməyib, zəif düşüb. Baxaq görək. Cəmilə riyaziyyatı çox sevirdi. Bacım telefonla danışırdı. Atam bu barədə hətta düşünməmişdi. Burada. Kimi yazır, kimi də oxuyurdu. Yəqin bu dağını, riyaziyyatı da çox sevirdi. Burada baxaq, bir dənə baxaq. Bax, burada dadə bağlayıcıdır. Birinci ona görə deməli, bağlayıcı əvəz hə, burada altından xətt çəkməyib. Yəqin ki, bu kimini deyib bizə. Kimi burada birincidə kimi əvəzlikdir. Altından xətt çəkilməyib, amma çəkilməli idi. 1-i götürürük ona görə. 1 ilə başlayır əvəzliklə. Sonra deyir Cəmilə riyaziyyatı da çox sevirdi. Burada sadalama intonasiyası var, bağlayıcıdır. Bacım telefonla danışırdı. Nə ilə danışırdı? Qoşmadır. Ata bu barədə hətta düşünməmişdi. Burada da ədatdır, qüvvətləndirici ədatdır. Olacaq nə? 1, 4, 2, 3. 68-ci testlə davam eləyək. Cümlələrdə işlənən köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını istəyir, yəni bizdən. Deməli, işlənmə ardıcıllığını istəyir. Baxaq görək. Orxan qarşı tərəfə keçmək istəyən yaşlı qadına da kömək etdi. Baxırıq burada. Görək nədir? Qarşı tərəfə keçmək istəyən yaşlı qadına da. Burada tərəf sözü qarşı tərəf. Burada bu qoşmadır. Qoşma deyil, daha doğrusu isimdir. Yaşlı qadına da dadə burada bağlayıcıdır. Kömək etdi. Deməli, biz birinci gələcək bağlayıcı ilə 2-ni yazacağıq. Sonra söylədiklərini Raufdan qeyri, Raufdan başqa. Bundan sonra gələcək bir qoşmadır. Bahar hər şeyi görünür sonra öyrəndi. Görünür modal sözdür. 4-ü götürəcəyik. Bir də sən belə onun böyük səylə çalışdığına inanırdın. Burada 3 də olacaq ədat. Deməli oldu 2, 1, 4 və 3. 68-ci testimizdə. 69-da deyir, cümlələrdə işlənən köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını müəyyən edin. Pəncərədən baxanda qarşı tərəfdə əzəmətli Kür çayı da aydın görünürdü. Baxaq burada. Qarşı tərəfdə əzəmətli Kür çayı da. Burada dadə bağlayıcıdır. Deməli 2 ilə başlayacaq. Adam özündən böyüklə belə danışmaz. Kim ilə? Qoşmadır. 2-dən sonra gələcək 1. Hər şey bəlkə də əvvəl planlaşdırılıbmış. Bəlkə də burada modal sözdür. Deməli olacaq 4. Sonra elə bu anda toyxanadan başqa musiqi səsi ucaldı. Elə də olacaq ədat. Deməli 69-cu testimizdə olacaq 2, 1, 4, 3. Deməli, köməkçi nitq hissələri ümumi məsələlər mövzusunu da sizlərlə tamamladıq. İnanıram ki, hər biriniz üçün faydalıdır. Kanalımızı bəyənməyi, rəy bildirməyi, abunə olmağı unutmayın. Sağ olun.